Salam əziz şagirdlər. Bugün bəzi faizə aid məsələlərin həllini sizin diqqətinizə çatdırmaq istəyirəm. İlk öncə biz məhlul məsələlərindən başlayacağıq. Məhlul anlayışı nə deməkdir? Məhlul su və maddədən ibarət, yəni maye və maddə qarışığından ibarət olan qarışıma deyirlər məhlul. Maye su ola bilər, spirt ola bilər. Maddə isə şəkər ola bilər, duz ola bilər və s. kimi bizə nümunələr vermək mümkündür. Məhlul məsələlərini həll edən zaman ümumi düsturumuz bu cürdür. Düstur qaydasına görə maddə məhlulun sayına bölünür və 100%-ə vurularaq cavab bizə tapılır. Gəlin birinci misala baxaq. Burada bizdə 10 qram şəkər ilə 30 qram su qarışdırıldıqda alınan məhlulun şəkərlilik faizinin nə qədər olduğunu bizdən soruşur. Buna görə uşaqlar, qramla verilmiş ifadələr həmişə yadınızda saxlayın ki, yəni şəkər də özünün maddə olduğunu bildirdi, maddə və 30 qram su, yəni bizim mayemiz də sudur. İndi bizdən məhlulun şəkərlilik faizini soruşur. Yəni maddənin məhlulda olması faizini soruşur. Maddəni böləcəksiniz, məhlulu vuracaqsınız. 100% üsulü ilə hesablanır. Bu da bərabərdir. Maddəmizi 10 qram verib, məhlulumuz isə nə olacaq? Məhlul nə deməkdir uşaqlar? Maye və maddənin cəmi idi. Burada bizdə mayeni 30, maddəmiz isə 10 qramdır. Vurulsun 100 bərabərdir. 10 bölünsün 40, vurulsun 100. Bunlar sıfırları gedər. 4-lə də 100, 25 dəfə bərabərdir. 25% almış olar. Digər bir məsələyə baxaq. Bu məsələ artıq düsturla deyil, qablar metodundan istifadə etmək lazımdır. Qablar metodu. Uşaqlar, qablar metoduna əsasən 3 dənə qabdan ibarət bizə qarışım verir. Birinci qab, ikinci qab və üçüncü qab. Birinci qabda bizdə 20 qram 30 faizli spirt məhlulunun olduğunu bildirir. Yadınızda saxlayın. Ümumi verilmiş qabda spirt faizi qabın içərisində, maddənin miqdarı isə qabın aşağısında yazılır. İndi bizdə 20 qram 30 faizli. Baxın, spirtin faizini 30% verib. Nədir? Burada yazırıq. 30%. Tamam. Qramı nədir? 20 qram. İndi sonra yazıb ki 30 qram 20 faizli. Yenə də faizi nədir? 20%. Qramı nədir? 30 qram. Məhlul qarışdırıldıqda, deməli bunları bir-birinin üzərinə gəliblər. Yəni maye ilə məhlul maddəni nə ediblər? Maye ilə maddəni, maye və maddədən ibarət olan məhlulları nə ediblər? Toplayıblar ki, qarışım əmələ gəlib. Yəni plus alınacaq. Və son nəticədə alınan spirtin faizini, baxın spirtin faizi buradadır. X faiz nə qədər olduğu qeyd olunmayıb. Bəs burada nə qədərsi yazılacaq? Həmin alınmış qiymətlərin cəmi 20 plus 30. Növbəti addımımızda isə maddəni məhlulun spirt faizinə vurursunuz. 20 vurulsun 30. Sonra 30'u vurursunuz 20'ye. 30 vurulsun 20'ye. Üstə gəlinsin. Həmin burada məhlulu olan isə digər faiz nisbətinə vurulub. Bərabərdir artıq. Bərabərdir. 20'nin üstünə 30 gələndə bizdə verəcək 50 vurulsun x-a. İndi bunu həll etmək bizə düşür. Burada alınır ki 600 üstə gəlinsin 600 bərabərdir 50 x-a. 1200 bərabərdir 50 x və x-imiz da çıxır 24%. 80 faizli almaq üçün yenə də 3 dənə qab çəkirik. Bərabərdir. Aralarındakı münasibətə baxaq. Su əlavə etmək. Su əlavə etməkdirsə, plus işarəsini yazıram. 80 faizli spirt almaq üçün, baxın, almaq üçün, yəni alınmalıdır. Artıq 80% sonuncu nəticədədir.
30 litr 90 faizli. Birinə yaza bilərsiniz. 90 faiz litri də aşağıda qeyd edirəm. Spirtə nə qədər su əlavə etməyə lazımdır? Uşaqlar, deyir ki, nə qədər su? Tamam, suyun miqdarını gəlin x götürəyin. X-in qiymətini də yazıram bura ki, x tutalım ki, litr su əlavə etmək lazımdır. Bəs faizi necə yazacağam? Yadınızda saxlayın. Əgər sudan söhbət gedirsə, suyun tərkibində heç zaman spirt mümkün deyil. Spirt məhlulu olmur. Ona görə də yazacaqsınız ki, 0% burada spirt var. İndi yenə də eyni qayda ilə bir-birinə vurub həll etmək lazımdır. 30 vurulsun 90, üstə gəlinsin. X vurulsun 0, üstə gəlinsin. Bərabərdir. Deməli, bizdə sonuncu hissədə nə dayanacaq? Yenə də cəmləri. 30 ilə x-in cəmi. 30 plus x vurulsun 80-ə. 2700. Baxın, 0-ı x-a vuranda artıq bir şey qalmır. Buradan 0 alınır. Onda nə edirik? Bərabərdir birbaşa yazaq. Bunu vurub açdığımız zaman 80-i 30-a vuranda 2400. Üstə gəlinsin. 80-i x-a vuranda 80x. Buradan da alıram ki 300 bərabərdir 80x-a. X-imiz bərabər olur 300 bölünsün 80-ə. Buradan da sıfırlarımız gedər. Deməli, 2 vurulsun 4 belə yazaq, 2 vurulsun 15 şəklində yazaq, 2-lərimiz də gedər, qalar 4-də 15. Onluq cəzə şəklində də yazmaq mümkündür. Daha sonra yenə də qablar metodundan istifadə edərək bu məsələni həll edək. 3 dənə yenə də qab çəkirəm. Bizdən soruşur ki, 200 qram 20% şəkər məhlulundan neçə qram su buxarlanır? Aha, yəni faizini qeyd edirəm. Qramını qeyd edirəm. Birinci. Baxın uşaqlar, su buxarlandırmaq deyəndə isə minus işarəsindən istifadə olunur. Deməli, buxarlandırmaq gördüyümüz zaman mənfi işarədən, su əlavə etmək isə müsbət işarədən istifadə olunur. İndi su buxarlanıbsa nədir? Ondan çıxılır. Yazıb ki, 25 faizli məhlul alınsın. 25 faizli. Baxın, 25 faizli. Faizini qeyd etdim. Bizdən soruşur ki, neçə qram su, yəni x qram. Bayaq da dediyim kimi, neçə faiz var idi onun tərkibində? Yəni, suyun tərkibində şəkər belə yoxdur. Ona görə yenə də 0% yazırsınız. Eyni verilmiş ifadələri yerinə yazırıq. 250 minus x. Yenə də eyni qayda ilə bir-birinə vururuq. 250 vurulsun 20 minus x vurulsun 0 bərabərdir. 250 minus x vurulsun 25. Buradan alırıq ki 5000. Bu nə eləyir? Bizə 0 eləyir. Ona görə birbaşa bərabərdir. 250. Buradan da alırıq ki 6250 minus 25x və 25x bərabərdir 1250-yə. Buradan da x-imiz bərabər olur. 50 tapmış oluruq ki, bizdən nə qədər deməli suyun buxarlandığını soruşurdu. Tapdıq ki, 50 litr su buxarlanıb. Növbəti suala baxırıq. Yenə də 3 dənə qab çəkək. Məhlula nə qədər təmiz spirt, baxın, əlavə etmək. Əlavə etmə deyiriksə, ortalarında plus atırıq. Həzmi 40 litr olan 60% spirt məhluluna, baxın, 40 litr 60%. Aha, nə qədər təmiz spirt əlavə etmək lazımdır ki, 80%-li spirt alınsın. Uşaqlar, burada deyir ki, nə qədər spirt. Bayaqları nə qədər sudan danışırdı. İndi isə nə qədər spirtdən danışır. Spirtin tərkibində spirt təbii ki 100% olar da. Yəni spirtdən danışırıqsa, onun tərkibindəki spirtin faizini götürürük 100%. Nə qədər təmiz spirt əlavə etmək, yəni x qədər, bilinmir, x litr. Satırda 40 üstə gəlinsin, x bizdə ümumi olacaq məhlulumuz. Baxın, deyir ki 80%-li spirt alınır. Faizini də öz yerində yazıram. Yenə də yeni qayda ilə 40 vurulsun 60, üstə gəlinsin x vurulsun 100 bərabərdir
40 plus x vurulsun 80. 2400 üstə gəlinsin 100x bərabərdir. 3200 üstə gəlinsin 80x. 20x bərabər olur. Deməli 800. X-imiz də buradan bərabər olur. 40. İndi keçək bu məsələnin həllinə. Bizdən yenə də məhlul məsələsi olduğuna görə 3 qabımızı çəkirik. 70% spirt məhluluna x kiloqram, baxın faizini verib 70%. Amma kiloqramını x kiloqram qoyub. 45 faizli y kiloqram spirt məhlulu götürdükdə bir qarışıq alınır. Qarışıq alınıbsa nədir? Bunları toplayıblar. Və neçə faizli alıb? 65 faizli. Ümumi məhlul nə qədərdir? X plus y. Bəli. İndi yenə də x vurulsun 70, üstə gəlsin y vurulsun 45 bərabərdir. X plus y də vurulsun 65. Gəlin bunu açaq. 70x üstə gəlinsin 45y bərabərdir. 65x üstə gəlinsin 65y şəklində tapmış olduq. 5x bərabərdir 20y-ə. X-imiz də çıxır 4y-ə bərabər olmuş oldu. Bizdən soruşurdu ki, x-in y-ə nisbətini tapın. X-in y-ə nisbəti nədir? X-in yerinə gətirib 4y qoyaram. Y-lər bir-birləri ilə gedərlər. Yerdə cavab qalar 4. İndi isə belə bir məsələyə baxaq. Tərkibində 60 litr spirt olan 500 qramlıq məhlulda. Uşaqlar, bayaqlara fikir verirdinizsə, 500 qramlıq 60 faizli məsələn spirt maddə deyirdi və yaxud şəkər deyirdi. Amma burada artıq məhluldan danışır. 60 faizi spirt olan məhluldan. Yəni bir məhluldur. Onun 60 faizi, ədədin 60 faizini necə tapırdıq? 60-a vurub 100-ə bölürdük ki, bizə deyir ki, onun 60 faizi spirtdir. İndi gəlin görək, 500-ün 60 faizindən bizdən neçə qram spirt alınacaq? Bərabərdir 300, deməli, qramlıq spirt aldıq. Tamam, indi bizə deyir ki, 20% götürülərək yerinə həmin miqdarda su tökdülər. Yəni spirtdən götürüblər. Söhbət spirtdən gedir. Spirtin 20%-ni götürmüşəmsə, ümumi spirt neçə faizli spirtdir? 100% spirtdə. Spirtin tərkibində 100% spirt var. Onun 20%-ni götürmüşəm. Neçə faizi qalıb? 80%. Yaxşı, bizə də deyir ki, həmin bu 80%-ni deməli, yerinə həmin miqdarda su tökülmüşdür. Suyun heç bir faizi olmadığına görə üzərinə heç nə gəlmir. Yəni 0% olduğuna görə siz su da əlavə etsəniz, 80% üstə gəlsin 0%, yenə də bizdə 80% almış olacaq. Onda baxaq görək, bu həmin 300 qramlıq 80%li spirt nə qədərdir? 20% götürdükdən sonra nə qədər qramlıq spirt qaldı? Ona görə 300-ün 80%-ni tapırsınız ki, görək nə qədərsi qaldı. Bunlar gedirlər, cavab 240 olur. Tamam, bizdən isə soruşur ki, alınan məhluldakı spirtin faizini tapın. Hansısa bir məhlulda, hansısa bir maddənin faizini necə tapırdıq? Maddə bölünsün, məhlul vurulsun 100% üstü ilə. Burada da bizdə maddəmiz 240 qramlıq spirtdir. Məhlulumuz 500 qram bizə vermişdir və 100%. İndi 100-lərlə 500-ün gedər. 240-ı da 5-ə böldüyümüz zaman cavab alınar 48 faizli spirt almış olduq.